ət məhsullarının heç birini qəbul etmirsə, bu demək deyil ki, o uşaqda zülal defisiti var. Vitamin, amin turşular, zülalların hamısını başqa qida maddələrindən qarşılamaq mümkündür. Ən çox da yumurta zülalından, yumurta sarısı, noxud, mərci, balıq, toyuq ətindən bu mal ətində olan zülalları qarşılamaq mümkündür. Uşaq ət yemir, ona vitamin lazımdır deyilən dayanaq nöqtəmiz yoxdur və ət yemədiyi üçün öz başına aptekdən vitaminləri alıb uşaqlarına verməsi normal deyil. Çünki orqanizm özünün gördüyü işi siz çətinləşdirirsiniz. Vitaminlərin çoxu bizim mədə bağırsağımızda özləri hazırlanır. Xaricdən verdikdə vitamin balansını pozur və yerli istehsalı dayandırır. Ona görə də çalışmaq lazımdır ki, xaricdən vitamin qəbul etməsin. Orqanizm özü o tələbatı ödəsin. Qidalanma menyusunu düzəltməklə, rejimi düzəltməklə, market qidalarından uzaq qaçmaqla, təbii qidalanmaqla orqanizm lazım olan bütün vitaminləri qəbul edə bilər. Apteklərdən lazımsız yerə həkimin konsultasiyası məsləhəti olmadan vitaminin verilməsi